Saçımı qırmızı rəngə boyayıram. Bu axşam Millətlər Liqasının finalı olan Portuqaliya və İspaniya oyunu mənim üçün çox önəmlidir. Futbolun keçmişi və gələcəyi. Ronaldo yoxsa Yamal? Fikirləşəndə tüklərim biz olur. Bəs bu oyun mənə necə təsir edəcək? Este para vosotros. Ronaldo bugün bunu eləməsə 18 idi mənimlə olan qara saçlarım qırmızıya boyanacaq. Ciddiyəm. Bildiyiniz kimi ilkin Feyzif kanalı olaraq heç kimin cəsarət edə bilməyəcəyi şeyləri edirik. İndi sizə sadəcə saçla bağlı olanları sayacağam. Sadəcə bir yoruma görə saçımı sıfıra vurmuşdu. Və Ahmetcan Dündar bu videonun altına yorum yazsa, saçımı keçəl eləyəcəm. Saçımı darayım inşallah. Qadın salonuna girib saçımı baskat eləmələrini istəmişdim. Saçımı yaşla boyuyub atama qışqırtma eləmişdim. Sırğa nə deyir saç rənglə? Mən nə deyir qardaş? Kişi kimi yaşamışam. Qısaca Portuqaliya bugün İspaniyaya uduzsa saçımı qırmızı eləyəcəm. Amma məğlub olmayacaqlarından o qədər əminəm ki, Ronaldoya o qədər güvənirəm ki, belə bir şey olmayacağını bilirəm. Ona görə sizə bir sürprizim var. Bugün Portuqaliya İspaniyaya qalib gəlib kuboku qaldırsa, abunələrimdən 5 nəfərə Ronaldo forması hədiyyə eləyəcəm. Hal-hazırda bu videonun like sayından asılı olaraq həmin rəqəmi 10 da eləyə bilərəm. Hadi Ronaldo forması qazanmaq üçün abunə olun. Tienes the flowers